Uşaqlar, bugün biz sizlə trigonometrik funksiyaların cəminin və fərqinin hasilə çevrilməsi, hasilin cəmə çevirmə düsturlarının izahına baxacağıq və onun suallarına baxacağıq. Toplu 2025-dəndir. Başlayaq. Birinci dərsin izahına başlasaq. Biz sinus alfa üstəgəl sinus beta bu hasilin cəmə çevirmə düsturlarıdır. Cəmin hasilə çevirmə düsturlarıdır. Sinus alfanın üstünə sinus beta gələndə 2 dənə sinus alfanın beta hər hansı burada qiymətlər olacaq. Bax, bu qiymətləri bir dəfə toplayıb 2-yə böləcəksən. Sonra yazacaqsan kosinus alfa çıx beta bölünsün 2. Sinus alfa çıxılsın beta da yenə alfanın beta da qiymətlər olacaq. Bir dəfə 2 sinus alfa çıx beta bölü 2 kosinus alfa üstəgəl beta bölü 2. Sinus humanisti paylaşmağı sevir. Ona görə sinusun düsturunda həm sinus, həm kosinus olur. Kosinus isə paylaşmır. Elə kosinus alfa üstəgəl kosinus beta da yenə elə 2 kosinus toplayıb 2-yə bölür, bir də çıxıb 2-yə bölür. Yəni biri yadınızda saxlaya bilərsiniz. Hasilin cəmə çevrilməsində də yenə də eyni qayda. Alfanın beta da hər hansı dərəcələr olacaq və harda alfa beta gördünüz, həmin dərəcələri bu düsturlarda yerinə qoyacağıq. Yəni bu dərsin izahı ancaq düsturlarla gedir. Gəlin baxaq, sonra davam eləyək. Məsəl üçün birinci suala baxaq buradan. Sinus 5 alfa üstəgəlsin sinus 3 alfa. Bir əvvəlki düsturda baxın, sinus alfa üstəgəl sinus beta'ya nəzər salsaq, baxın bu düsturu tətbiq eləyəcəyik. 2 düsturda nə idi? İstəyirsiniz bir dənə düstur altdan yazın. Sinus alfa üstəgəlsin sinus beta'nın açılış düsturu. Yazacaqsan 2 sinus alfa üstəgəl beta bölünsün 2. Sinus humanist idi. Kosinusa da verirdi. Kosinus alfa çıx beta böl 2. İndi gəlin bunları yerləşdirək. Baxın buradan başqa bir rənglə yazın. Olacaq 2 sinus alfa 5 alfadır, beta da 3 alfadır. Baxın, alfanın yerində 5 alfa durur, beta'nın yerində 3 alfa deyilir. İndi gəlin onları bu düsturda nəzərə alaq. 2 sinus alfa üstəgəl beta. 5 alfanın üstünə 3 alfa gəlirəm. 8 alfa böl 2. Eləyəcək 4 alfa. Kosinus 5 alfadan 3 alfa çıxıram. Bu düsturda qoyuram. Bu hissədə qoyuram yerinə. 2 alfa 12-yə böləndə eləyəcək alfa. Aydındır. İndi bu düsturun açılışı idi yazdım. Qabaqda bir dənə 2 var deyə ona da vursam. Eləyəcək 4 sinus 4 alfa kosinus alfa. Bəli, bir də olacaq variantı. İndi ikinci sual, üçüncü sual, dördüncü sual hamısı eyni tipdə suallardır. Siz düsturda yerinə qoyub yazarsınız. İndi mən deyirəm 5-cini. 2 kosinus 73 dərəcə üstəgəlsin kosinus 47 dərəcə çıxılsın kosinus 13 dərəcə. 13 dərəcə. İndi bu düsturu necə tətbiq eləyəcəyik? Kosinus alfa üstəgəl kosinus beta'ya tətbiq eləyə bilərik. Baxın, bir öncəki düstura qayıdaq. Kosinus alfa üstəgəl kosinus beta'nın açılış düsturu necə idi? 2 kosinus alfa üstəgəl beta bölü 2 kosinus alfa çıxılsın beta bölünsün 2. İndi gəlin bu düsturda yerinə qoyaq. Gəldik bu hissəyə. Baxın, bu düsturda qoyacağıq yerinə. İndi 2-ni saxlayıram çöldə. 2-ni saxlayıram çöldə. Bu hissəyə düstur tətbiq eləyirəm. Bunun düsturu nə olacaq? 73-ün üstə 47 gəlirəm 120. 2-yə böləndə neçə eləyəcək? 60. Yəni 2 kosinus 60 kosinus 73-dən 47 çıxıram 26. 2-yə də böləndə neçə eləyəcək? 13. Çıxılsın kosinus 13. Düzdür.
Kosinüs 60 dərəcədə neçə alır? 2-də 1 alır, düzdür? Bəli, 2-də 1 alır. Bir də burada mötərizə var, onu qoymamışam. 2 yenə çöldə qalır. 2 vurulsun. Kosinüs 60-ın yerinə 2-də 1. Kosinüs 13 çıx kosinüs 13. 2-ni 2-də 1-ə vursam 1 eləyər. Kosinüs 13-dən də kosinüs 13 gedər. Yerdə nə qalar? 0. Aydındır. Baxın. Kosinüs alfa üstə gəl kosinüs betanın düsturu nə idi? 2 kosinüs alfa üstə gəl beta bölü 2. Kosinüs alfa çıx beta bölü 2. Burada da məndə bu misalda alfanın yerinə 73, betanın yerinə də 47 dayanmışdı. Burada yerləşdirdim. 73-ün üstə 47 gəldim. 122-yə böldüm 60. 73-dən 47 çıxdım. 26, 2-yə böldüm 13. 5 getdi. 6 eyni tipdə sualdır. İndi gəlin 7-yə baxaq. 7-ci sualda nə deyir? Kosinüs 20 çıx kosinüs 40 çıx sinüs 10. 7-də kosinüs 20 dərəcə çıx kosinüs 40 dərəcə çıx sinüs 10 dərəcə. İndi kosinüs alfa çıx kosinüs betanın düsturu nə idi? Nə idi düstur? Yadınıza salaq. Mənfi 2 sinüs alfa üstə gəl beta bölü 2 sinüs alfa çıx beta bölü 2. İndi gəlin yerləşdirək. Mənfi 2 sinüs 20-nin üstdən 70 gəlirəm 90, 2-yə bölürəm 45. Sonra yenə kosinüs yox, elə yenə sinüs 20-dən 70 çıxıram. Neçə eləyir? 20-dən 70 çıxanda. Mən düsturu 40 imiş, bu 40. Bir dəqiqə. 70 oxşatdım. Kosinüs 20. Kosinüs 40 çıx sinüs 10. Kosinüs 20 çıx kosinüs 40-a düstur tətbiq edək. Mənfi 2 sinüs 20-nin üstünə 40 gəlirəm 60, 2-yə bölürəm 30 dərəcə. Sinüs 20-dən 40 çıxıram mənfi 20, 2-yə də bölürəm mənfi 10. Çıx sinüs 10. Düzdür. Sinüs 30 dərəcədə neçə alır? 2-də 1. O 2 ilə bu 2 ixtisar getdi. Sinüs tək funksiyadır deyə mənfini qarşıya atır. Bu mənfi ilə bu mənfi toqquşur, müsbət olur. Baxın, bu mənfi ilə bu mənfi müsbət olur. Olur sinüs 10 dərəcə, çıx sinüs 10. Bunlar da getdi, yerdə qaldı 0. Yəni E variantı. Keçək 8, 9 düsturlardır. 10-cuya baxaq. 8-9 düsturdur. 10-cu suala baxaq. 10-cu sualda nə deyir? Sinüs pi bölü 12. Pi bölü 12. Pi neçə dərəcədə? Hamımız bilirik də bunu. 180 dərəcə. 180-i 12-yə böləndə eləyir 15 dərəcə. Üstə gəl sinüs. 5-i 180-ə vururam 900. 12-yə də böləndə 75 dərəcə. İndi yenə düstur. Bu misal, bu mövzu ancaq düsturdur. Sinüs alfanın üstünə sinüs beta gəndə nə idi? 2 sinüs alfa üstə gəl beta bölü 2 kosinüs alfa çıx beta bölü 2. Yəni 2 sinüs 15 ilə 75 toplayıram 90, 2-yə bölürəm 45. Kosinüs 15-dən 75 çıxıram mənfi 60, 2-yə də bölürəm mənfi 30. Bilirəm ki, kosinüs cüt funksiyadır. Cüt funksiya olduğu üçün mənfini udur. Cüt olacaq yəni 2. Sinüs 45-in yerinə kök 2 bölü 2. Kosinüs 30-un yerinə kök 3 bölünsün 2. Kosinüs 30 dərəcədə kök 3 bölü 2 alır. Bunu da yenə əzbəriniz güclü olmalıdır. 2-lər getdi. Kök altında 6 bölünsün 2. Bu mənfi 30 hara getdi? Bu mənfi 30. Çünki kosinüs cüt idi. Cüt olanda mənfini udur. İndi baxaq 11-ci suala. Sinüs 28 dərəcə
Üstə gəlsin sinus 32 dərəcə. Bölünsün. Sinus 45 dərəcə. Sinus 45 dərəcəni açıq yazaqmı? 11-ci sualda əslində eyni tipdə sual idi. Heç yazmasaq da olardı. Sinus 45 dərəcə kök 2 bölü 2-dir. Sinus 43 dərəcə. Üstə gəlsin sinus 47 dərəcə. Bunu da gəlin açaq. Sinus alfa üstə gəl sinus beta'nın açılışı nə idi? 2. Sinus alfa üstə gəl sinus beta'nın açılışı nə idi? 2. Sinus alfa üstə gəl beta bölü 2. Yəni 28-in üstünə 32 gələndə 60. 2'yə bölsəm 30 dərəcə. Sonra kosinus alfa çıx beta bölü 2. 28'dən 32 çıxdım mənfi 4. 2'yə böldüm mənfi 2. Zaten bu mənfini udacaq çünki kosinus cüt funksiyadır. Aşağıda da yenə kök 2 bölü 2. Sinus 43-ün üstə 47 gəlirəm 90. 2'yə bölürəm 45. Kosinus 43'dən 47 çıxıram 4. Mənfi 4. 2'yə bölürəm mənfi 2. Fikir versək kosinus mənfi 2'lər gedər. İndi hesablayaram. 2 vurulsun sinus 30 dərəcədən alır. 2'də 1. Bununla da bu getdi. Aşağıda kök 2 böl 2 vurulsun. 45'də də kök 2 böl 2 alır. 1 bölünsün. Kök 2'ni kök 2'ye vursam 2 eləyər. 2 böl 4'də 2'də 1 eləyər. 1'i də 2'də 1'ə bölsək 2 cavabını alırıq. 11'də də D variantı. Keçək indi 12'yə. Buranı silirəm. Keçdik 12'yə. 12 də əslində sadə bir sualdır. Kosinus 5 alfa çıx 3 alfa deyil. Bura kosinus alfa çıx kosinus beta'nı tətbiq eləyəcəksən. Sonra ixtisarla gedəcək. Yazaqmı? Gəlin üstündə deyim. Bərabərdir. Sinus 4 alfa olduğu kimi qalır. Burada nə olacaq? 2, 2. Kosinus alfa çıx beta'nın açılışı nə idi? Kosinus alfa çıx beta'nın açılışı nə idi? 2 sinus alfa çıx beta bölü 2 alfa üstə gəl beta bölü 2. İndi sinus 5 alfanın üstünə 3 alfa gələndə nə edir? 8 alfa 2'yə bölsəm 4 alfa sinus 4 alfa. İndi bir də nə idi? Sinus 5 alfadan 3 alfa çıxıram 2 alfa 2'yə bölürəm alfa. Bunlar getdi. Mənfi 1 bölünsün 2 sinus alfa. Yəni A variantı. 13'də yenə baxın bu 10-cu sualın eynisidir. Kosinus pi bölü 5'ə 180 bölü 5 36. Buna da 108. Kosinus 108 yazıb düzdür tətbiq edəsiniz. 14-cü suala baxaq. 14'də də yenə kosinus bax bu ikisinə bir düzdür tətbiq elə. Gəlin yazaq. Kosinus alfa üstə kosinus beta'nın düzdür nə idi? 2 kosinus 20'nin üstünə 100 gəlirəm 120 2'yə bölürəm 60 dərəcə. Kosinus humanist deyildi. Öyle düsturun özündə ikisində də kosinus olurdu. Bir də çıxırdım. 20'dən 100 çıxıram mənfi 80 2'yə bölürəm mənfi 40. Amma kosinus cüt funksiyadır deyə zaten elə kosinus 40'ın özünü verəcək. Üstə gəlsin kosinus 140. Kosinus 60 dərəcədə 2'də 1 alır. O 2'də 1 ilə bu getdi. Qaldı kosinus 40 dərəcə. Üstə gəlsin. İndi bax bu kosinus 140'ı əsas trigonometrik yeniliklərdə öyrənmişdik ki, kosinus 140 dərəcəni bu mövzuya aid izah var, baxa bilərsiniz. 180 çıxılsın 40 kimi yaza bilərəm. 180 dərəcədə adını dəyişmir. Kosinus 40 dərəcə olur. Kosinus 40 dərəcə ilə özünə bərabər olur. Amma işarəsinə baxmaq lazımdır.
Kosinus birinci, dördüncü rüblərdə müsbət, ikinci, üçüncü rüblərdə mənfi olduğundan, kosinus 140-da ikinci dərəcənin bucağı olduğundan mənfi kosinus 40 olacaq. Üstə gələk, mənfi kosinus 40 deyəcəm. Bunlar da getdi elədi 0. Aha. Mənfi kosinus 40-a da gedər 0 eləyər. Sonra 15-ci sualda yenə eyni düsturlarla gedəcək. 16-da, 17-də deyərdim eynidir. Amma 17-ni yazıram. Gəlin təmizləyək buranı. Sinus 45 çıx sinus 15. Sinus alfa çıx sinus bettanın düsturu nə idi? Sinus alfa çıx sinus bettanın düsturu. 2 sinus alfa çıx betta bölü 2 kosinus alfa üstə gəl betta bölü 2. Yəni olacaq 2 sinus 45-dən 15 çıxıram 60, 2-yə bölürəm. 45-dən 15 çıxıram 30, 2-yə bölürəm 15 dərəcə. Kosinus 45-in üstünə 15 gəlirəm 60, 2-yə bölürəm 30. Vur sinus 15. İndi baxın 2 sinus 15. Mən haçsa səhv yazmadım. Aha, misalda kosinusuymuş. Aha, 2 sinus 15 kosinus 15. Sənə sinus 30 dərəcəni verirmi? Verir. Vur kosinus 30 dərəcə. Sinus 30 dərəcədə 2-də 1, kosinus 30 dərəcədə kök 3 böl 2. Bu da verdi kök 3 bölək 4. İndi deyəsiniz 2 sinus 15 kosinus 15 niyə sinus 30'u verdi? Bu düstura görə. Sinus 2 qat düsturu. Sinus 2 alfa nəyə bərabərdir? 2 sinus alfa kosinus alfa. İndi alfaların yerində 15 dayanıb da. 2 sinus 15 kosinus 15 nəyə bərabərdir? Sinus 2 vurulsun 15'e, yəni sinus 30'a. 18'e baxmağa ehtiyac yoxdur, yenə düsturlardandır. 19'a baxaq. Kosinus x vurulsun, kosinus x üstə gələk 3. Bir də kosinus x vurulsun, x üstə gəl pi böl 3. Bunun ən böyük qiymətini soruşur. Yenə də baxın, təlaşa düşmək ehtiyac yoxdur. Buna alfa deyəsiniz, buna beta deyəsiniz. Kosinus alfa vurulsun, kosinus betanın düsturu nə idi? Baxın, burada yazmışam. Yəni çəkmişəm. Kosinus alfa vurulsun, kosinus beta 2-də 1, kosinus alfaları bir dəfə çıxırsan, bir dəfə isə toplayırsan. İndi gəlin tətbiq edək. Olacaq 2-də 1 mötərizə kosinus x üstə gəl pi böl 3 neydi var? X üstə gəlsin, x üstə gəl pi böl 3. Nə verir sənə? 2x üstə gəl pi böl 3 düzdür? Üstə gəlsin kosinus. İndi bir də bunları çıxıram. X çıx x. Çıxmada qarşısında mənfi ifadə işarə dəyişir. Pi böl 3. Getdi. Elədi kosinus 60 dərəcə. Mənfi 60'dır. Zaten kosinus cüddü deyə udacaqdı. Ona görə müsbət 60 yazırım. İndi yazıram. 2'də 1 kosinus 2x üstə gəlsin pi bölü 3. Kosinus 60'da da 2'də 1 aldığından o 2'də 1 bu 2'də 1'ə vursam 4'də 1 eləyir. Mən demişdim ki, sinusun, kosinusun ən böyük, ən kiçik qiyməti mənfi 1-1 aralığında dəyişir. Burada nə olursa olsun, sənin ən kiçik qiymətin mənfi 1'dir, ən böyük qiymətin isə müsbət 1'dir. Məndə də funksiyanın ən böyük qiymətini soruşduğu üçün, baxın, bu ifadənin yerinə nə qoyacağıq? 1 qoyacağıq. Nə qoyacağıq? 1. Yəni 2'də 1 vur 1, üstə gəl 4'də 1. 4'də 2 üstə gəl 4'də 1 də 4'də 3 eləyər. Yəni B variantı. Yenə silək. 19-20 eynidir. 21 ilə davam eləyək. 21 ilə gəlin davam eləyək.
Burada da sinus alfa üstə gəl sinus beta. Artıq bunu əzbərlədik. Nədir? 2 sinus alfa üstə gəl beta bölü 2, kosinus alfa çıx beta bölü 2. Bu da nə verəcək mənə? 2 verəcək mənə 2 sinus alfanın üstünə 3 alfa gələndə 4 alfa, 2-yə böləndə 2 alfa, kosinus alfadan 3 alfa çıxıram, mənfi 2 alfa, 2-yə bölürəm, mənfi alfa, amma kosinus cütdür deyə mənfisini qoymuram. İndi aşağıya kosinus alfa üstə kosinus betanı tətbiq edəsək, 2 kosinus, bir dəfə toplayırıq, 3 alfa üstə gəl alfa eləyir 4 alfa, 2-yə böləndə 2 alfa, artıq çox danışdıq deyə şifahi deyirəm də. Alfadan 3 alfa çıxıram, mənfi 2 alfa, 2-yə bölürəm, mənfi alfa. Amma kosinus cütdür deyə mənfini udacaq. Bunlar getdi. 2-lər getdi. Sinus 2 alfanı kosinus 2 alfaya böləndə nə qalır? Heç bölmürəm. Elə saxlayıram çünki arxası var. Vurulsun. İndi baxın, mən aşağıda bir üstə gəlsin kosinus 4 alfanı açıram. Biz bilirik ki, kosinus 2 alfa nəyə bərabər idi? Kosinus 2 alfa. 2 kosinus kvadratı alfa çıx 1. Və düzdür. Ona bərabərdir. İndi məndə alfa 4 alfadır deyə yazacağım ki 1 üstə gəlsin 2 kosinus kvadratı 2 alfa çıx 1. Bunlar da gedəcək. Onda bunu da vuracağım nəyə? Nə qaldı? 2 kosinus kvadratı 2 alfa. Kosinus 2 alfanın birinlə biri gedəcək. Yerdə nə qaldı? 2 sinus 2 alfa kosinus 2 alfa. Bunu da bayaq yazdım axı. Sinus 2 alfanın düsturu nə idi? 2 sinus alfa kosinus alfa. Yəni bunun yarısı. İndi 2 alfa 2 alfası bunun 2 qatı olacaq. 2 qat düsturudur axı. Sinus 4 alfa. İndi mən bir dənə bu hissəyə saydırmaq gətirim. Kosinus 2 alfanın 3 dənə düsturu var. Kosinus kvadratı alfa çıx sinus kvadratı alfa. Sonra digər bir düsturu nə idi? 2 kosinus kvadratı alfa çıx 1. Digər düsturu isə 1 çıx 2 sinus kvadratı alfa idi. İndi kosinus 4 alfanı mən baxım bu düstura uyğun açdım. 4 alfada da yarısını yazacağım. Ona görə 2 alfa yazmışam. Çıx 1 də olduğu kimi. Bax, burada 2 alfadır. Ona görə alfa yazmışam. Çıx 1. Burada həmçinin 6 alfa olsaydı, baxın burada. Mən yazardım 2 kosinus kvadrat 3 alfa çıx 1. Məsələn 10 alfa olsaydı 2 kosinus kvadratı 5 alfa çıx 1 yazardım. Yəni yarısını. Və beləliklə cavabımız nə oldu? Biz hansı suala baxırdıq? 21-ə baxırdıq. 21-də cavab A. Təmizləyək. Aha, 22 eynidir. Keçdik 23-ə. 23-ə də baxmağa ehtiyac varmı? Baxaq. 23-də də biraz fərqliliklər var. Yazaq. Və burada kosinus 80-i mən bir şey eləmək istəyirəm. Nə eləyəcəm? Gəlin birinci vuraq açaq. Sonra düşünək. Kosinus. Bu düsturu necə açarım? Kosinus 40-ı 1-ə vuraram. Kosinus 40 dərəcə. Çıx 2 kosinus 40 dərəcə. Kosinus 80 dərəcə. Düzdür. Kosinus 40 vur kosinus 80. Kosinus alfa vur kosinus beta'nın düsturu nə idi? Yəni əvvələ qaydaq. Görək, göstərim sizə. Kosinus alfa vurursun kosinus beta'nın düsturu. Baxın budur. Burada yerinə qoyacağım. Alfa budur, beta da budur. Olacaq. Kosinus 40 çıx 2 vurulsun. 2 də 1. Çünki düsturun özündə 2 də 1 var idi. Kosinus alfa üstə gəl beta. 40 üstə gəl 80 neçə eləyir? Kosinus 120. Alfa çıx beta neçə eləyir? Neçə eləyir? 40 çıx 80 40. Mənfi 40, amma cütdür deyə onsuz da udacaq. Aydın oldu. İndi bunu açıram. Kosinus 40
Çıx. 2 ilə 2 də 1 getdi. Çıx kosinus 120. Çıx kosinus 40. Mötərizənin qarşısında mənfi varsa işarələr dəyişir. Getdi. Qaldı mənfi kosinus 120 dərəcə. Bunu da yenə bayaq yazmışdım. Necə yazacağıq? Kosinus 120 dərəcəni yazıram. Kosinus 180 çıx 60 kimi. 180-də adını dəyişmir. Olur elə kosinus 60 dərəcə. O da verdi 2-də 1. Amma fikir vermək lazımdır işarəsindən. Birinci, dördüncü rüblərdə müsbət, ikinci, üçüncü rüblərdə kosinusun işarəsi mənfidir. 120 də ikinci rübün bucağı olduğu üçün mənfi olacaq, yəni mənfi 2-də 1. O mənfi də bu mənfi ilə toqquşar, müsbət 2-də 1 edər. Biz yazdığımız 23 idi, 24-də eynidir, 25-də eynidir. Gəlin 26-ya baxaq. Deməli, 26-da biz nəyi bilməliyik 26-da? 26 çox qəşəng bir sualdır. Sinus kvadratı alfa nəyə bərabərdir? 1 çıx 2 alfa bölü 2 yarım arqument düsturları, dərəcəni aşağı salma düsturları. Bax, bu düsturların içində idi. Kosinus kvadratı alfa isə, digər misalda da kosinus deyə onu da yazıram, çünki onu siz yazasınız. 1 üstəgəlsin kosinus 2 alfa bölü 2'dir. İndi bu düsturlardan istifadə edib yazaq. Dörd sinus kvadratı 18 üstəgəlsin 2 sinus 18 üstəgəl 2 tam onda 5. Sinus kvadratı 18'i burada qoysam yerinə. Sinus kvadratı 18. Nə eləyəcək? 1 çıx. Kosinus 2 alfadır da. Alfa 18 ise kosinus 36 bölü 2. Gətirək yerinə qoyaq. 4 vurulsun. 1 çıx kosinus 36 bölü 2. Üstə gəlinsin. 2 sinus 18. Üstəgəl 2 tam onda 5. 4 ilə 2 gedər, 2 qalar yerdə. Vuraq açaq. 2 çıx 2 kosinus 36. Üstəgəl 2 sinus 18. Üstəgəl 2 tam onda 5. Bu 2 ilə bu 2 onda 5 toplansa 4 tam onda 5 eləyər. Yazıram. 2 sinus 18 çıx. Ümumiyyətlə, sinusu, kosinusu 90'ı tamamlayanda bir-birinə bərabər olur. Kosinus 36'nın yerinə sən sinus 54 yaza bilərsən. Niyə? Çünki 36'nın üstə 54 gəndə 90 eləyir. Məsələn, sinus 20 kosinus 70'ə bərabərdir. Kosinus 45 sinus 45'ə bərabərdir. Sinus 30 kosinus 60'a bərabərdir. Mən də düstura gəlmək üçün kosinus 36'nın yerinə sinus 54 yazdım. Üstə gəl, 2'nin üstünə 2 tam onda 5 gələndə 4 tam onda 5 eləyər. İndi buradan da 2'ni ortaq vuraq qırağa çıxardıram. Nə qalır? Sinus 18 dərəcə. Mən dərəcələr başına qoymuram. Telefonda onları biraz eləmək çətindir. Çıx sinus 54 dərəcə. Üstə gəlsin 4 tam onda 5. İndi sinus alfa çıx sinus beta düsturunu tətbiq eləsən. 2 vurulsun. Düsturda 2 var idi. Sinus alfa çıx beta bölü 2. Yəni 18'dən 54 çıxıram. Mənfi 36. 2'yə böləndə mənfi 18. Kosinus 18'in üstünə 54 gəldirəm. 72. 2'yə də böləndə 36. Düzdür. Üstə gəl 4 tam onda 5. Sinus tək funksiyadır deyə mənfini utmur. Qarşısına atır. Olur mənfi 4 sinus 18 kosinus 36. Üstə gəlsin 4 tam onda 5. İndi aşağıdan bir çox görəcəyimiz işlər var. Bir də bunu küçüldürəm. Maksimum dərəcə küçültmüşük. Biraz da qalınlaşdıraq. Heç bunu vurmasam da olar. Bir dəqiqə.
Baxın, 2 sinus 18 kosinus 36-nı. Mən kosinus 18-ə həm vurum, həm bölüm. Niyə? Düstur alım deyə. 2 sinus 18 kosinus 18 sinus 2 alfa düsturuna görə sinus 36-dır. Bəli. Sinus 36 kosinus 36 böl kosinus 18 oldu. İndi burada sinus 72-ni versin deyə 2 çatmır. Ona görə bir dənə də 2-yə vuraq, bölək. 2-yə vurub 2-yə də bölsəm. Bura verir sinus 72. Bu da 2 kosinus 18. Sinus 72 ilə kosinus 18 toplayanda 90 eləyir deyə gedir. Yəni yekun cavab qaldı 2-də 1. İndi 2 vurulsun 2-də 1 üstəgəl 4,5. Amma mənfisi var idi. Bundan da bu getdi. Mənfi 1 üstəgəl 4,5 də verdi. 3,5. 3,5. Bu da neçənci sual idi? 26-cı sual. Sağ olun, bugünlük də bu qədər.